Allah Teala'nın birincilərə və axırıncılara etdiyi tövsiyəsi təqvalı olmaqdır. Təqva bütün xeyirlərin açarıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm yanına bir kişi gəlir, deyir ki, avsini, mənə tövsiyə et. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, aleykə bi təqvallah, təqvalı ol. Fə innəhə cima'u kullu xeyrin. Çünki təqvalı olmaq hər bir xeyrin açarıdır. Yəni, bütün xeyirləri özündə əhatə edir. Və təqva deyildiyi zaman ən təcələ beynəkə və beynə əzəbilləhi və səxatihi viqayə. Sən özünlə Allahın əzabı və qəzəbi arasında mani tutmağındır. Təqva, yəni özünlə Allahın əzabı və qəzəbi arasında mani tutmağındır. Və bu da Allah Teala'nın əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə olur. Və insanın da bunu da əldə etməsi üçün yəni müqəssirliyini aradan qaldırmalı. Yəni vacib əməllər üzərində davamlı olmalı. Və həmçinin haramlardan da çəkinməli və düşdüyü zaman da dərhal tövbə etməlidir. Və sözsüz ki, ismət, yəni qorunmaq, xətasızlıq bu peyğəmbərlərə yəni aiddir. Lakin insan gücü çatdığı qədər çalışmalıdır ki, əmrləri yerinə yetirsin və qadağalardan çəkinsin və bu da Allah Teala'nın sözünü yerinə yetirərək fəttəqullaha məstəta'tum, gücünüz çatdığı qədər Allahdan qorxun, təqvalı olun. Təqva Allah Teala'nın birincilərə və axırıncılara olan tövsiyəsidir. Necə ki, Nisə surəsində buyurur: "Və laqad vasayna'llezina utul kitabe min qablikum və iyyakum an ittaqullah." Sizdən əvvəl kitab verilənlərə və sizə də təqvalı olmağı tövsiyə etdik. Və həmçinin təqva bütün peyğəmbərlərin öz qövmlərinə olan tövsiyəsidir. Hər bir peyğəmbər qövmünə deyib ki, fəttəqullaha və ati'un. Allahdan qorxun, təqvalı olun və mənə itaat edin. Və həmçinin peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ən böyük və ən çox tövsiyələrindən biri də elə təqva idi. Hər bir vaxtı sahabələrinə təqvalı olmağı tövsiyə edərdi. Muaz və Abu Zər radiyallahu anhuməyə deyir ki, İttəqillah heythumə kunt, yəni harada olursan ol, təqvalı ol. Yəni harada olursan ol, yəni harada olmağına baxmayaraq təqvalı ol. Yəni bunun izahında alimlər buyurur ki, yəni səni günaha düşürən yerdən, yoldaşlardan, dostlardan, səbəblərdən, vasitələrdən uzaq ol. Deməli, insan təqvalı olarsa salamat qalar. Və onun salamat olması, salamat qalması, yəni fitnələrdən, fitnəyə düşürən yerlərdən, dostlardan, yəni günahı xatırladan yerlərdən uzaq olmalıdır ki, salamat qalsın. Yəni kim desə ki, mən gedim, baxım, nə var, nə yox, mənim elmim var, imanım var, elə ən birinci düşən insanlar da elə onlar olur. Kim ki qorxur, çəkinir, yəni uzaq olur, yaxın getmir, yəni qorunur. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "Lə yaxluvannə raculun bi imratin illə kənə thəlithəhuməş-şeytan." Yəni bir kişi bir naməhrəmlə, qadınla tək qalarsa bir yerdə, onların üçüncüsü şeytan olar. Nə vaxt ki, insan məsələn, haram görmür, naməhrəm görmür, necə də rahatdır. Amma artıq bir yerdə qaldıqdan sonra, yəni qəlbini qoruması, gözünü qoruması nə qədər insan üçün çətinləşir. Niyə görə? Çünki üçüncüsü şeytandır. Amma uzaq olanda, yəni bu problemlərin heç biri olmur, salamat olur. Deməli, bu qızıl qaydadır. Yəni kim salamat qalmaq istəyirsə təqvalı olmalı. Təqvalı olmaq, yəni
uzaq olmaq. Və bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gələrək deyir ki, ya Rasulallah, mən səfərə çıxmaq istəyirəm, mənə azuqə ver. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, zəvvədəkallahu təqva. Yəni Allah Teala sənin təqva azuqəni artırsın. Yəni ən böyük azuqə elə təqva azuqəsidir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm çox vaxtı təqvanı tövsiyə edərdi. Çünki insan təqvanı gerçəkləşdirərsə, artıq dünya və axirət xeyirlərini əldə etmiş olur. Əldə etmək üçün əməl etmiş olur. Həmçinin təqva əhli onlar Allah Teala'nın sevdiyi kimsələrdir. Təqva əhli Allah Teala'nın sevdiyi kimsələrdir. Allah Teala buyurur, İnnallaha yuhibbul muttaqin. Allah Teala müttəqiləri sevir. Müttəqilər Allah qatında ən hörmətli olan kimdir. Buna dəlil olaraq Hücurat surəsi 13-cü ayədə Allah Teala buyurur, İnne əkramakum indallahi ətqakum. Sizin Allah qatında ən hörmətliniz Allahdan daha çox qorxanınızdır. Yəni deyilmədi ki, hansı nəsildən olmanız və yaxud da zəngin olanınız və yaxud hər hansı bir vəzifə sahibi deyilmədi. Yəni bu elə bir məsələdir ki, bunu hər kəs əldə edə bilər. Amma zənginliyə gəldikdə hər kəs zəngin ola bilmir, hər kəs vəzifə sahibi ola bilmir. Yəni bu da Allah Teala'nın nemətindəndir ki, qullarına olan, yəni bu uca dərəcələri qazanmaq, yəni hər kəs üçün qapı açıqdır. Müttəqilər Allah Teala'nın bərabərliyini gerçəkləşdirən, yəni bunu əldə edən, bunu qazanan kimsələrdəndir. Allah Teala buyurur: "Və alamu ennallaha ma'al muttaqin." Bilin ki, Allah Teala müttəqilərlə bərabərdir. Təqva əhli ilə bərabərdir. Özündən qorxanlarla bərabərdir. Nəhl surəsində buyurur: "İnnallaha ma'allezine taqav." Yəni Allah Teala təqvalı olanlarla bərabərdir. Əgər Allah Teala səninlə bərabər olarsa, o deməkdir ki, artıq sənə yardım gəlir, sən müvəffəq olursan, sən qorunursan, əminlik içərisində olursan. Yəni bununla istədiyin hər bir şey əldə edirsən. Çünki Allah Teala'nın bərabərliyi ümumi və xüsusi bərabərlikdir. Yəni burada nəzərdə tutulan xüsusi bərabərlik, yəni möminlərlə, müttəqilərlə bərabər olması deyildiyi zaman Allah Teala'nın o qullarına yardımının gerçəkləşməsi deməkdir. Və həmçinin müttəqilər, onlar Allahın evliyaları, dostlarıdır. Hansı ki, onlara nə qorxu vardır, nə də onlar kədərlənərlər. Allah Teala buyurur: "Ələ innə əvliya Allahi la xawfun aleyhim və la hum yahzanun." Bilin və agah olun ki, Allahın dostlarına nə qorxu vardır, nə də onlar məhzun olarlar, kədərlənərlər. Həmçinin təqva əhli, onlar hər bir vaxtı bərəkət əldə edənlərdir. Həm ömürlərində, həm bədənlərində və həmçinin də evlərində onlarda olan bu təqva səbəbi ilə bərəkəti əldə edirlər. Allah Teala A'raf surəsində buyurur: "Vəlau enne əhlel qura amanu vettaqav lefetahna aleyhim berakatin mine's-semai vel-ard." Əgər kənd əhli, yer əhli, məmləkət əhli iman gətirib təqvalı olsaydılar, biz onlara göyün və yerin bərəkət qapılarını açardıq. Deməli, bərəkət qapılarının bağlanması həm göyün, həmçinin yerin təqvanın tərk olunmasına, yəni günahlara, asiliklərə görədir. Və həmçinin müttəqilər Allahın rəhmətini əldə edən kimsələrdir. Allah Teala A'raf surəsində buyurur: "Və rahmeti vəsi'at kulle şey
fəsəəktubuhə lillədinə yəttəqun. Mənim rəhmətim hər şeyi əhatə etmişdir. Mən onu təqvalı olan kəslərə yazacağam. Allah Teala təqva əhlinin günahlarını silir və onların savablarını və dərəcələrini böyüdür, artırır. Allah Teala Talaq surəsində buyurur: "Və men yettəqillaha yukaffir anhu seyyiatihi və yu'zim lehu ecra." Kim təqvalı olarsa, Allah Teala onun günahlarını silər və əcrini, mükafatını daha da böyüdər. Allah Teala həmçinin təqva əhlinin işlərini, çətinliklərini asanlaşdırır. Yəni elə bir çətinlik yoxdur ki, Allah Teala onlar üçün asanlaşdırmasın, yəni müyəssər etməsin. Necə ki, Talaq surəsi 4-cü ayədə buyurur: "Və men yettəqillaha yec'al lehu min emrihi yusra." Yəni kim təqvalı olarsa, Allah Teala onun işini asanlaşdırar. Deməli, hər dəfə bunun əksini götürməliyik. Deməli, əgər işlərimiz dolaşığa düşürsə, hansı qapıya yönəlir və qapılar üzümüzə bağlanırsa, çətinliklərlə qarşılaşırıqsa, bilməliyik ki, bizim təqvamızda problem var. Təqvamızda, yəni günahlar var, asiliklər var ki, işlər dolaşığa düşür. Əgər onun açılmasını istəyiriksə, rahatlaşmasını istəyiriksə, asanlaşmasını, onda təqvanı artırmalıyıq. Təqvada qeyd olunduğu kimi əmrləri yerinə yetirib qadağalardan çəkinməkdir. Və həmçinin Allah Teala buyurur: "Və men yettəqillaha yec'al lehu məxraca." Yəni təqva əhlini Allah Teala hər bir sıxıntıdan, təqvasına görə qəmdən, qüssədən çıxış yolu verir, çıxış yolu açır. Yəni hər hansı bir bəladır, müsibətdir, sıxıntıdır, üz verdiyi zaman təqva əhli üçün oradan çıxış yolu açılır. Və men yettəqillaha yec'al lehu məxraca. Allah Teala buyurur ki, yəni kim təqvalı olarsa, Allah Teala ona çıxış yolu açar. Yəni insan təqva sayəsində bütün sıxıntılardan yəni çıxış yolu tapa bilir. Və həmçinin müttəqilər hidayəti əldə edənlər, hidayətə nail olanlardır. Və Allah Teala'nın hər bir xeyrə və haqqa müvəffəq etdiyi kimsələrdir. Allah Teala buyurur Ənfəl surəsi 29-cu ayədə: "Ya eyyuhellezine amenu in tettaqullaha yec'al lekum furqana ve yukeffir ankum seyyiatikum ve yaghfir lekum vallahu zul fadlil azim." Ey iman gətirənlər, əgər siz təqvalı olsanız, Allah Teala sizə furqan verər. Furqan, yəni haqla batili ayırt edən. Yəni elə bilir ki, bir nur verər. Onun sayəsində insan təqvalı olduğuna görə haqla batili ayırt edə bilir. Və sizin günahlarınızı silər və günahlarınızı bağışlayar və Allah Teala böyük lütf sahibidir. Və həmçinin Allah Teala təqva əhlinə onların düşünmədiyi, hesab etmədiyi yerdən ruziləndirər. Necə ki, Talaq surəsində buyurur: "Və men yettəqillaha yec'al lehu məxraca və yerzuqhu min haythu la yahtasib." Yəni kim təqvalı olarsa, Allahdan qorxarsa, Allah Teala onun üçün çıxış yolu açar və onun bilmədiyi, düşünmədiyi yerdən onu ruziləndirər. Yəni bu ayə əsasən, yəni alimlər gətirir ki, yəni bu nə vaxt insanda həqiqi təqva ortaya çıxır, xüsusən də ruzi məsələsində. Yəni insan hər hansı bir işdə işləyir və işlədiyi işdə yəni şəriətə müxalif olan bir işdir, günah olan, asilik olan bir işdir. Və insanın da ixtisası o işə uyğundur və düşünür ki, yəni mən buradan çıxsam, başqa bir iş əlimdən gəlmir. Amma insan buna baxmayaraq, o işi Allah üçün tərk edərsə, ağlına gəlmədiyi yerdən Allah Teala ona ruzi qapısı açır. Yəni bir var, məsələn, insan işləyir
Amma başqa yerdə də işləyə bilər. Yəni onu tərk edir, başqa işlərdə də bacarığı var, işləyir. Yəni bu da təqva sayılır. Amma əsl təqva o vaxt ortaya çıxır ki, yəni onun bacardığı iş budur, başqa əlindən başqa iş gəlmir, amma buna baxmayaraq Allah üçün tərk edir. Tərk etdiyi üçün heç gözləmədiyi yerdən, ağlına gəlmədiyi yerdən Allah Teala ona ruzi qapısı açır. Və əsl təqva da elə burada ortaya çıxır. Deməli, insan təqvalı olduğu üçün Allah Teala onun səbəbləri asanlaşdırır və bəzən də yüngül bir səbəbdən tutmaqla və görür ki, qapılar üzünə açılır, işlər asanlaşır, ruziyə və xeyrə nail olur və həmçinin bərəkət əldə edir. Çünki Allah Teala'nın müttəqi bəndələri üçün vədi vardır. Və həmçinin 15-ci fəzilət təqva əhli üçün. Təqva əhli bütün xeyirlərə nail olan kimsələrdir və onlardan bütün şərlər dəf olunur, sovuşdurulur. Çünki onlar Allahın əmrlərini yerinə yetirir və qadağa etdiyi işlərdən çəkinir və Allah Teala buna görə onlara xeyirləri cəm edir onlar üçün və onlara gözəl aqibət verir. Ola bilər, yəni işin əvvəlində müəyyən sıxıntılar, imtahanlar olsun, amma gözəl aqibət təqva əhlinindir. Necə ki, Ərəf surəsində buyurur, وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ Aqibət, yəni gözəl sonluq, gözəl aqibət müttəqilər üçündür. Və həmçinin təqvanın fəzilətlərindən, təqva əhlinin fəzilətlərindən 16-cı odur ki, müttəqilər o kəslərdir ki, Allah Teala onlardan salih əməlləri qəbul edir və etdiyi itaətlərin savabını, mükafatını verir. Və Allah Teala buyurur Əl-Maidə surəsində İnnəmə yətəqəbbəlullahu minəl muttəqin. Allah Teala yalnız təqva əhlindən qəbul edir. Ona görə sələflərdən gəlir ki, bilsəydim Allah Teala mənim bir əməlimi qəbul edib ona arxayın olardım. Çünki Allah Teala buyurur, Allah Teala müttəqilərdən qəbul edir. Və burada da insanın etdiyi əməllərdə təqvalı olması deyildiyi zaman alimlər izah verir ki, yəni ixlasla o əməli yerinə yetirməsi və sünnəyə uyğun yerinə yetirməsidir. Əməlin qəbul olması bu iki şərtə bağlıdır. Əgər bu iki şərt olursa, deməli o insan o etdiyi əməldə təqvalı olmuş sayılır. Yoxsa əgər ixlas yoxdursa, o təqvalı sayılmır. Və yaxud da ixlas var, sünnəyə uyğun deyilsə, əməl yenə təqvalı sayılmır. Allah Teala yalnız müttəqilərdən qəbul edir. İnsanın da etdiyi əməldə müttəqi olması, onun o əməldə ixlaslı olmasına, o əməli Allah üçün heç nə başqa bir şey qarışdırmadan Allah üçün etməsinə və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun etməsinə görədir. Və həmçinin təqvanın və təqva əhlinin fəzilətlərindən 17-incisi. Təqva əhli, müttəqilər o kəslərdir ki, qiyamət günü əzabdan qorunan və Allahın cəzasından və qəzəbindən nicat tapan, qorunan kimsələrdir. Allah Teala Zümər surəsində buyurur: "Və yunəccillahu ellezîne ittaqav biməfazətihim la yemassuhumus-su'u və la hum yahzanun." Yəni Allah Teala təqva əhlini qoruyacaqdır. Onları xilas edəcəkdir. Onların nailiyyətlərinə görə onlara bir pislik toxunmayacaq, onlar kədərlənməyəcəklər. Və həmçinin 18-ci fəzilət isə müttəqilər cənnətlərin varisləri olacaqlar. Cənnətlərdə ən uca dərəcələrə nail olan kimsələr olacaqlar. Məryəm surəsində Allah Teala buyurur: "Tilkəl cənnətulleti nurisu min ibadina men kana taqiyya." Yəni biz bu cənnəti bəndələrimizdən təqvalı olan kimsəyə varis edirik. O təqvalı olan kimsə bu cənnətin varislərindən olur. Və həmçinin Əl-İmran surəsində buyurur: "Və sari'u ilə məğfiratin
min rabbikum ve cennetin arduhas semavatu vel ardu uiddet lil muttaqin. Siz Rəbbinizin məğfirətinə eni göylər və yer qədər olan cənnətə tələsin. Hansı ki o cənnət müttəqilər üçün hazırlanmışdır, yaradılmışdır. Başqa ayda buyurur, İnnəl muttəqinə fi cənnətin və nəhar. Müttəqilər cənnətlərdə və çaylar başında olacaqlar. Və artıq biz buradan bilirik ki, necə təqvanı əldə etmək, gerçəkləşdirmək hər bir xeyri özündə əhatə edir. Yəni bu oxunan ayələr, bu qeyd olunan ayələr açıq aydın dəlalət edir ki, Allah Teala onlar üçün, müttəqilər üçün dünya xeyirləri ilə axirət xeyirlərini cəm edir. Və buna görə də insan təqvalı olmağa çalışmalıdır ki, bütün xeyirləri əldə edənlərdən olsun. Və həmçinin təqvanın fəzilətlərindən və həmçinin təqva əhlinin fəzilətlərindən 19-cu Allahdan qorxmaq, təqvalı olmaq ən böyük azüqə sayılır. Hansı ki, insan Allahla görüş üçün götürdüyü azüqələrin ən böyüyüdür. Allaha gedən yolda özü ilə apardığı ən böyük azüqə, o səfərdəki azüqə təqvadır. Məgər eşitmədinizmi ki, Allah Teala buyurur, وَتَزَوَّدُوا siz azüqə götürün, فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى həqiqətən ən xeyirli azüqə təqvadır. Xüsusən bu həcc səfəri haqqında idi. Yəni bəziləri həccə o vaxtı yeriyərək gəlirdilər, heyvanların üzərində bəlkə də aylarla yol gəlirdilər. Yəni insanlar özləri ilə azüqə götürür. İndiki kimi deyildi. Özləri ilə azüqə götürməlidir. Çünki azüqə götürməyən insan yolda kiməsə möhtac olurdu. Bəziləri olurdu ki, onlar özləri ilə azüqə götürmürdülər. Deyir ki, biz təvəkkül edirik. Təvəkkül edir. Halbuki İmam Əhməd Rahimində ki, onlar təvəkkül edənlər yox. Onlar mutavakillər, arxain adamlardır. Əgər Allaha təvəkkül etsəydilər, özləri ilə bərabər azüqə götürərdilər. Şair buyurur ki, təzəvvəd minət-təqva fə-innəkə lə tədri. Sən özü ilə bərabər azüqə olaraq təqvanı götür. Çünki sən bilmirsən. İzə cənnə leylun həl təişu iləl-fəcri. Gecə qaranlıq düşdüyü zaman sübhə qədər, fəcrə qədər yaşayacağını bilmirsən. Fəkəm min sahihin mətə min qeyri illətin. Neçə sağlam insan heç bir xəstəlik olmadan ölmüşdür. Və kəm min səqimin aşə hinən minəd-dəhri. Amma neçə xəstə insanlar isə uzun müddət yaşamışdır. Və kəm min fətə əmsə və asbaha dahikə və əkfənuhu fil qaybi tunsəcu və huvə lə yədri. Neçə cavan, yeniyetmə sabahladığı və axşamladığı zaman güldüyü halda axşamlayır, sabahlayır. Amma onun kəfənləri qeybdə isə özü də bilmədən toxunur. فَمَنْ عَاشَ أَلْفًا وَأَلْفَيْنِ فَلَا بُدَّ مِنْ يَوْمٍ يَسْرِ إِلَى الْقَبْرِ. Kim 1000 il, 2000 il yaşasa da bir gün o qəbrə getməlidir. Təqvanı gerçəkləşdirmək insanın bəzəndiyi ən böyük işlərdən sayılır. Və insan bununla özünü örtür, geyinmiş olur. Yəni zahirini yox, lakin insan batinini örtmüş olur. Hansı ki orada Allah Teala'nın baxdığı yerdir. Ya bəni Adəmə qad ənzəlnə aleykum libasən yuvari səvətikum. Ey Adəm evladı,
sizə bir libas nazil etdik. Hansı onunla ayıb yerinizi örtürsünüz. Və libasut taqva zalika xeyr. Amma təqva libası isə daha xeyirlidir. Yəni Allah Teala insanlar üçün ayıb yerlərini örtsünlər deyə nazil etmişdir. Və mə yektəsunə bihi min sunufil məlbusət. Müxtəlif növ libaslar. Və sonra isə daxili libasa işarə edir. Hansı ki, insan buna həris olmalıdır. Daxili libasa. İz yaqbahu bihi ən yəkuna aliyəl batın və ləv kənə məsturun fi zahir. Həqiqətən nə qədər çirkindir insan daxilən çılpaq olması, amma zahirən örtülü olsa belə. Necə ki, şair buyurur ki, İzəl mər'u ləm yəlbəs thiyabən minət tuqa təqəlləbə uryanə və inkənə kəsiyə. Yəni, insan təqvadan bir paltar geyinməsə, o geyinmiş olsa belə çılpaq dolaşar. Və xeyru libasil mər'i ta'atu rabbihi və la xeyra fi mən kənə lillahi asiyə. İnsanın ən xeyirli libası Rəbbinə olan itaətidir. Allaha asi olan bir kimsədə də xeyir yoxdur.